İndi Mərurət Hakim qızı Qazaxıstan və Xuraman Yusifova. Bu Qazaxıstan karateçisidir. Mərurət Hakim qızı və Xuraman Yusifova Azərbaycan. Qazaxıstan idmançısı həm fiziki və texniki cəhətdən daha üstün görünür, rəqibindən uca boylu və hiss olunur ki, Xuraman Yusifovanın işi heç də asan olmayacaq. Görüşün elə ilk dəqiqələrində Qazaxıstan karateçisi çox ağır, qüvvətli zərbələrlə Xuraman Yusifovanı geri oturtmağa çalışır, amma Azərbaycan idmançısı da mübarizədən yayılmaq fikrində deyil. Hakimlər bildirirlər ki, Qazaxıstan idmançısı, bəli, Qazaxıstan idmançısı qaydanı pozmuşdur. Yaxın döyüşdə zərbələrin dəqiqliyinə fikir vermirdi və buna görə ona cərimə balı verilir. Yenidən hər iki idmançı dərhal bir-birinin üstünə atılır və yumruq zərbələri ilə, əsasən əl zərbələri ilə Təvaza texnikası hesabına üstünlük qazanmağa səy göstərirlər. Xuraman Yusifova geri çəkilmək fikrində deyil, nisbətən uca boy rəqibinin üstünə doğru gelir və mübarizədən qətiyyən yayılmır. Elə bu əzmkarlığı da tamaşaçıların alqışları ilə qarşılanır. Görüşün əsas vaxtı başa çatmaqdadır. Lakin hiss olunur ki, tədricən Azərbaycan karateçisi yorulmağa başlayır. Bəlkə də Mərurət Hakim qızının endirdiyi qüvvətli zərbələr artıq öz təsirini göstərməyə başlayır və Xuraman Yusifova əvvəlki kimi mübarizəni davam etdirməyə çətinlik çəkir. Şiro, cərimə balı. Şiro, yəni ağ geyimli karateçi. Burada şərti olaraq ağ geyimli karateçi Xuraman Yusifovadır. Və Aka, qırmızı geyimli karateçi. Qazaxıstan qırmızı geyim əvəzini isə idmançının kəmərinə qırmızı lent bağlanır və bu da şərti olaraq onun qırmızı geyimdə tapanıya çıxmasını göstərir. Bu görüşün qalibi finalda Nadejda Gershova ilə qarşılaşacaq. Xuraman Yusifovanın qalib gəlmək arzusu, əzmkarlığı elə ilk başdan özünü büruzə verir, amma bütün bunlar kifayət edəcəkmi? İndi hakimlər öz qərarlarını bildirməlidirlər. Hər halda Azərbaycan karateçisi sona qədər bu mübarizənin çətinliyinə davam gətirdi və qalib kampey yolu ilə elan olunmalıdır. Hakimlərdən biri Azərbaycan idmançısının qələbəsini elan edir və referi yenə də keşikçə elan edir. Qeyd var ki, bir dəqiqə əlavə vaxt təyin olunur. Lakin diqqət yetirin, Xuraman Yusifova görüşün əvvəlindən indiyə kimi mübarizəni eyni tempdə aparırsa, Qazaxıstan idmançısı haqqında isə bunu demək olmaz. Artıq Mərurət Hakim qızı əldən düşməyə başlayır. Hiss olunur ki, tədricən yorulur və bu məqamdan da Xuraman Yusifova istifadə edə bilər. Zərbələrin sayını bir qədər də artırmaq hesabına rəqibini müdafiəyə, tam müdafiəyə çəkilməyə məcbur edə bilər və bu yolla da hakimlərin rəğbətini qazanmaq mümkündür, qələbəni Xuraman Yusifovaya verə bilərlər. Bunun üçün dediyim kimi bir qədər də sağlı olmaq lazımdır. Əlbəttə ki, fiziki hazırlıq səviyyəsinin imkan verdiyi qədər.
Görüşün əlavə vaxtı da artıq sona yaxınlaşır. Son saniyelerdir. Xuraman Yusifova yenə də hücumdadır. Və indi qətiyyətlə demək olar ki, bəli, Azərbaycan karatecisi qələbəyə daha çox layiq döyüş nümayiş etdirir. Əgər bir qədər əvvəl əsas vaxt bitəndən sonra hakimlərdən yalnız biri Xuraman Yusifovanın qalib gəldiyini bildirdisə, indi yəqin ki, ən azı 2 hakim qələbəni Azərbaycan karatecisinə verə bilər. Artıq əlavə vaxt başa çatmaqdadır. Görüş davam etdirilir. Son saniyələrdə Xuraman Yusifova üstünlüyünü bir daha nümayiş etdirmək məqsədi ilə zərbələr endirir, amma bu zərbələr nə qədər çoxdursa bir o qədər də zəif alınır. Bu da təbii deyil, çünki mübarizənin son saniyelərində artıq idmançıların taqəti qalmayıb və indi yenidən kontə elan olunur. Hakimlərin qərarı və dediyim kimi hakimin 2 köməkçisi qələbəni Xuraman Yusifovaya verir. 2 hakim isə yenə də Tikevake heç-heçə elan edir və referi. Elə görə digər hakimlər də öz qərarlarını verirlər. Belə ki, Münsiflər Heyətinin üzvləri də Azərbaycan idmançısının qalib gəldiyini elan edirlər. Xuraman Yusifova qalib gələrək finala çıxır. O finalda Nadejda Yershova Qırğızistan karatecisi ilə qarşılaşacaq. Məruvət hakimimiz isə yarışı 3-cü yerdə başa vurdu. Akşin Əliyev və Ruslan Hüseynov tatamiyə dəvət olunurlar.